Kənd cəmaatı, o cümlədən bu gözəl gündə, bu şad gündə, uzaqdan yaxından Müşfiq müəllimin dəvətini qəbul edib gələn bütün əzizləri, bütün doğmaları möhtəşəm gündə Ağdaş Palasda ürəkdən salamlayırıq. Hər biriniz xoş gəlib səfa gətirmisiniz. Qədəmləriniz hər daim bir-birinizin ocağına, toylu büsatlı günlərin sorağına açılsın. Hər birinizin ocağına, hər birinizin subaylarına qismət olsun. Bax, beləcə gözəl günlər. Bəli, artıq bilirik ki, 5 ildir gözəl anlarımızı, gözəl günlərimizi, toylu büsatlı günlərimizi qələbə ab havasında, zəfər ab havasında yaşayırıq. Bəli, bugün artıq üç rəngli şanlı bayrağımız Qarabağımızda qürurla, fəxarətlə dalğalanır. Əlbəttə ki, buna səbəb olan dəyərli şəhidlərimizdir. Qanı, canı bu vətən torpağına qarışan şəhid oğullarımızın ruhlar qarşısında baş əyirik. Odlar diyarında doğulmuşam mən. Sönməyən ocağım, odum var mənim. Millətlər içində ucadır başım, həmişə ağ olan üzüm var mənim. Bəli, üzümüzü ağ eləyən, alnımızı açıq eləyən, üç rəngli şanlı bayrağımızı Qarabağımızda qürurla dalğalandıran şəhid oğullarımızın ruhlar qarşısında baş əyirik. Qazilərimizə, veteranlarımıza can sağlığı arzuluyoruz. Bizlər elimizdə, obamızda belə gözəl müəssisəmizi qurarkən vətənimizin sərhədində duran, vətənimizin keşiyində duran igid oğullarımız var. Hərbiçilərimiz, əskər balalarımız var. Mən siz qonaqlarımızdan çox rica eləyirəm, Ağdaş elimizdən, bu gözəl məkandan o igidlərimizi, süzayətli ordumuzu bir ürəkdən gürültülü alqışlarla salamlayağın. Təşəkkür edirik, var olasınız. İnşallah xalqımıza, millətimizə bir daha Rəbbim pis günlər nəsib etməsin. Bəli, bugün Ağdaşımızda, Bulaqotağı kəndimizdə gözəl bir gündür. Yeni bir Azərbaycanlı ailəsinin təməli qurulur. Və əlbəttə ki, bu gözəl günümüzün çox dəyərli səbəbkarları Mərhəmət bəy, Nigar xanım, mərhəmət, əzizim, təbrik eləyirik. Min maşallah olsun sizlərə. Bu həyatın ən gözəl günləri nəsibiz olsun. Sevəsiz, seviləsiz, xoşbəxt olasınız və bu məclisdə əyləşən xanımlardan, bəylərdən mən bir daha rica eləyirəm. Bu gözəl cütlüyümüzü, bəyimizi, gəlinimizi sevgi dolu, məhəbbət dolu, ürəkdən gürültülü alqışlarla bir daha təbrik eləyəyim. Hər biriniz var olasınız, hər birinizin subaylarına nəsib olsun və biz də Müşfiq müəllimin ocağının, balasının bu şad gününə, bu gözəl gününə, bu unudulmaz gününə gözəl musiqi payımızdan, gözəl nəğmə payımızdan təşrif buyurmuşuq. Bu gözəl günümüzün musiqi əziyyətini, musiqi zəhmətini çəkən regionun populyar bir kollektivi, arzulanan bir gündə iştirak edirlər. Bütün toylarımızı unudulmaz edirlər. Yadda qalan edirlər. Arzular instrumental ansamblını ürəkdən salamlayırıq. Başda Kənan qardaşımız olmaqla, Orxan Ağdaşlı olmaqla. Orxan, var olasan, bu gözəl kollektivi təşkil etmişəm. Bu gözəl gündə Allah can sağlığı versin. Elin obanın işi hər daim siz musiqiçilərə düşsün. Təşəkkür edirik. Və burada bizim gözəl qonağımız var, qonaqlarımız var. Bugün Ağdaş elinə təşrif buyurublar. Mavi ekranlardan gözəl tanıyırıq, gözəl səsləri ilə, gözəl avazları ilə və son illərdə gözəl duetləri ilə xalqımızın qəlbini oxşuyurlar. Böyük məmnuniyyətlə sizlərin alqışlarınızla yeganə Mürsəlova Habil Nuran ürəkdən salamlayırıq. Alqışlar səslənsin, xahiş edirik. Xoş gəlib səfa gətirmişsiniz. Sizləri dəvət edirik səhnəyə, rica edirik. Həmişə şad günlərimizə, gözəl günlərimizə təşrif buyurasınız. Səsiniz, avazınız var olsun. Təşəkkür edirik hər birinizə. Təşəkkür edirəm. Axşamınız xeyir olsun. Xanımlar, bəylər, xoş gördük hər birinizi. Bu gözəl gündə, bu gözəl gecədə. Ağsaqqallar, ağbirçəklər, gözləriniz aydın olsun. Evladlarınız yarayanlardan, qarayanlardan olsunlar. Müşfiq bəy, ehtiram ata, gözləriniz aydın olsun. Balalarımız xoşbəxt olsunlar. Cəmi bura gələn bütün qonaqların evladına bax, bu Allah Taala əziz günü, gözəl günü nəsib qismət eyləsin. Buyur Habil bəy. Xoş görmüşük əziz, hörmətli, dəyərli Ağdaşlılar, ağsaqqallar, ağbirçəklər. Gözünüz aydın olsun. İnşallah ki, bu gözəl toy hər kəsin ürəyincə olacaq, hamının ürəyində çoxlu arzuları var. Bizim də indi arzularımız bu uşaqlardır. Arzular ansambli, Orxan başda olmaqla salamlayıram hər birinizi. İnşallah ki, Orxanın dəvəti ilə buradayıq. Tez-tez görüşərik və qonaqlarımıza nuş olsun Yeganə xanım. İstəyərdik ki,
bir-iki musiqi ifa eləyək qonaqlarımız. İstirahət eləsin, O ardınca gözəl oynar ləziz mahnılar olacaq. yeməklərdən datsınlar.